Salam dəyərli izləyicilər, xoş gördük yayınımızı. Bu günlərim mən sizlərə YouTube-da 7 illik təcrübəm haqqında sizlərlə öz fikirlərimi bölüşmək istəyirəm. Hansı ki, YouTube-a başladığımda hardasa 2017-2018-ci illərdir. Bu illər ərzində mən hansı uğurları əldə etmişəm və bu kanalı açmaqda məqsədimiz nədir? Biraz sizlərə bunlar haqqında məlumatlar verəcəm. 2018-ci ildə mən kanal açdığımda həqiqətən də yaşım həm az, həm də təcrübəm çox az idi. Demək olar ki, YouTube-da heç bir məlumat haqqında nə çoxlu datalar var idi və yaxud da ki, hər hansı bir resurslar yox idi. İndiki dövrdə ChatGPT, süni intellekt, digər alternativ variantlar var, hansı ki, YouTube-da video çəkməyin yollarını öyrənmək, YouTube-da məşhurlaşmaq, pul qazanmaq, bu tipdə videolar, məlumatlar dəhşət çoxalıb. Həmin dövrdə həqiqətən məlumatlar çox az idi və mən onları araşdırmaqda çox çətinliklər çəkirdim. Amma buna baxmayaraq, bu 7 il ərzində öz təcrübələrimə əsaslanaraq mən videolar çəkməyə davam elədim və hal-hazırki dövrdə Ali Qasimzadə YouTube kanalının sahibiyəm. Tanıyanlar tanıyır, tanımayanlara təqdim eləmək istəyirəm ki, həmin YouTube kanalının hal-hazırda 40 minə yaxın abunəsi var və o 40 minə çatmaqda mən cəmi 2 ilmi sərf eləmişəm, hansı ki, ondan qabaqki dövrlərdə bir çox uğursuzluqlarla qarşılaşmışam. Buna baxmayaraq mən yenə də cəhd eləmişəm YouTube-da videolar paylaşım. O qədər olub ki, YouTube-a video atmışam, 5 nəfər baxıb, 10 nəfər baxıb. Həqiqətən də bu kimi hallar məni demotivasiya eləyib. Buna baxmayaraq davam eləmişəm. Sizə də məsləhətim budur ki, bu YouTube kanalımızı izləyin. YouTube kanalımızda mən sizlərə həm motivasiya xarakterli videolar, həmçinin YouTube-da necə videolar paylaşıb gəlir əldə etmək olar, həmçinin məşhurlaşmaq olar, bu kimi videolar paylaşacağam. İnanıram ki, sizlər üçün faydalı və məlumat xarakterli bir kanal olacaqdır. Həqiqətən bu işə sizin həvəsiniz varsa, mütləq kanalımızı izləyin. YouTube Azərbaycan Telegram qrupu da yaratmışıq. O kanalda biz öz fikirlərimizi, hər hansı bir ideyalarımız olarsa bunları paylaşacağıq. Mütləq açıqlama bölməsində qeyd elədiyim Telegram kanalına da abunə olmağı unutmuruq. Orada mən sizlərə YouTube mövzuları paylaşacağam. Həmçinin eləyə biləcəyiniz əlavə hər hansı bir fikirlər, ideyalar olarsa, orada sizinlə bölüşəcəyəm. Həmçinin əlavə söhbət qrupu da yaradacağam. Orada sırf bu işlə məşğul olan şəxslər bir araya toplanıb öz fikirlərimizi bölüşəcəyik və söhbətlər eləyəcəyik. Bu qədər dostlar. Siz də əgər istəyirsinizsə, YouTube kanalı açıb vaxt itirmədən pul qazanmağa başlaya bilərsiniz və kanalımızı da mütləq izləyin ki, abunə deyilsinizsə, aşağıdan abunə olmağı və bu videonu bəyənin ki, sizin kimi həvəsi olan insanların qarşısına çıxsın. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.